hesab kitab edəcəyimiz və necə, nə cür əməl edəcəyimiz, hansı istiqamətə gedəcəyimiz, nə yeyib, nə içib, nə danışıb, nə iş görüb, hər hansı bir qərarlarımızda gərək bunların mərkəzində o gəldiyimiz və qayıdacağımızın istəyi və amalı və arzusu olar. Yəni, hər bir insan düşünməlidir ki, onu bu dünyaya gətirən, ona həyat verən, onu bir gündə aparacaqdır. Və buna da hamımız dəfələrlə şahid olmuşuq və bugün də gözümüzün qabağında birini də elə bu cürünə yola saldıq, həmin o dərgaha ki, o dərgahdan qayıtmışdı. Bu dünyaya gəlişimizdə necə ki, özümüzün əlimizdə bir ixtiyarımız yoxdur, yəni, heç birimiz istəməmişik ki, bizi bu ildə dünyaya gət, ilahi, və ya bu ildə dünyaya gətirmə, mən bugün gəlim, sabah gəlim. O cürünə də gedəcəyimiz də öz ixtiyarımızda deyil. Heç birimiz qarantili deyilik ki, məsələ fərz elə, bir 100 il mən yaşayaram və ya bir saniyədən sonra dünyamı dəyişərəm. Bunun özünün bir məxsus hikməti var. Hikməti də budur ki, hər anda sən o cürünə hazır olmalısan ki, səni gedəcəyin yerdə səni gözləyəcək o işlərə hazır olasan, səni gözləyəcək nəticələrə hazır olasan. Bəs bu dünyaya gəlişimiz inna lillah Allahdandır və qayıdışımız da və iləyhi raciundur və ona qayıdacağıq. Bəs onun üçün biz nə etməliyik? Bu dünyada o müqəddəs zatın istədiklərini, o müqəddəs zatın bizdən gözləntilərinə əməl eləməliyik. Və evladdır, maldır, puldur, bunların hamısı özü özlüyündə gözəldir, lazımdır və gərəkdir. Amma bu mala, pula, evlada, torpağa, maşına, nə bilim, hər nə işinə, gücünə görə gərək yalan danışmayasan, gərək xəyanət eləməyəsən, gərək paxıllıq eləməyəsən, gərək kimisə haqqına girməyəsən. Çünki bunların hamısını səndən soruşulacaq və sənin üçün bir hesab kitab, bir məhkəmə qurulacaqdır. Və o məhkəmənin də şahidi və hakimi eynidir. Yəni, aldada da bilməyəcəyik. O məhkəmənin şahidi elə Allahdır, o məhkəmənin özünün aparanı da yenə həmin Allahdır ki, ondan gəlmişik və ona da qayıdacağıq inşallah. Allah dünya və axirətinizi abad eləsin. İnşallah bu dünyada gördüyümüz əməllərimizi xeyrimizə və bu qəbirdə bizə